Əbu Darda radiyallahu anhunun rəvayət etdiyi hədisdə belə rəvayət olunur. Hədisə diqqətlə qulaq asın. Mən Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanında oturmuşdum. Birdən Əbu Bakr radiyallahu anhunun dizləri görünəcək şəkildə paltarının bir tərəfini çırmalayıb tələsik gəldiyini gördüm. O zaman Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, sizin dostunuza nə olub? Əbu Bakr radiyallahu anhu salam verdi və dedi, ey Allahın elçisi sallallahu aleyhi və səlləm, mənimlə Ömər ibn Əl-Xattabın arasında bir hadisə baş verdi. Və mən tələsik ona qarşılıq verdim. Sonra isə peşman oldum. Bu peşmançılığımın üzündən Ömər ibn Əl-Xattabdan üzr istədim. Ancaq o bunu qəbul etmədikdə mən sənin yanına gəlməyə qərar verdim. Rasulullah sallallahu aleyhi və səlləm 3 dəfə Allah səni bağışlasın ey Əbu Bakır deyə buyurdu. O zaman nə oldu qardaşlar bilirsiniz? Ömər ibn Əl-Xattab da öz əməlindən peşman olub Əbu Bakır radiyallahu anhunun biraz öncə dayandığı yerdə dayanıb deyir ki, Əbu Bakır təqsirkardırmı? Onlar yox deyə cavab verdilər. Sonra Rasulullah sallallahu aleyhi və səlləm yanına gəldi. O zaman Rasulullah sallallahu aleyhi və səlləmin üzündə qəzəb görsəndi. Bunu görən Əbu Bakır Ömərin halını acıdı və dizini yerə atıb, dizi üstə çöküb, yerə oturub 2 dəfə dedi. Ey Allahın elçisi sallallahu aleyhi və səlləm. Allaha and olsun ki, mən ona qarşı daha çox haqsız olmuşam. Bu vaxt Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, Allah məni sizə göndərdi. Siz məni yalanladınız. İslamı sonradan qəbullədiniz. Amma Əbu Bakr radiyallahu anhu mənə sən doğru deyirsən deyə buyurdu. O mənə öz canı və malı ilə kömək etdi. Siz mənim dostumu mənə görə rahat buraxmayacaqsınız. O bu sözləri bir daha təkrarladı. Siz mənə görə mənim dostumu rahat buraxmayacaqsınız. Bundan sonra heç kəs ona əziyyət vermədi. Habilə əziz müsəlmanlar, mühəddislər, hədis alimləri, tarixçilər deyirdilər ki, hər sahabələrdən danışanda bu hədisi qeyd edirdilər. Onlar döyüşü bitirdikdə su istədilər. Suyu götürən hər bir döyüşçü öz qardaşını özündən önəmli sayaraq suyu içməkdən imtina etdi, qardaşını ötürdü. Belə olduğu halda onların heç biri su içə bilmədi. Nəticədə hamısı həlak oldu. Bilirsiniz, bu imana görə onlar Yuhən kilsəsini tutdular. Allah onlara müvəffəq elədi ki, kilsəni zəbt elədilər. Onu 2 yerə bölüb, yarısını məscid elədilər, yarısını isə kilsə kimi saxladılar. Həmin məscid günümüzdə Dəməşq adlanan məsciddir.